Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. İnnehu hayrun nasirin ve mu'in. Değerli analar, bacılar, kardeşler, aksakallar, ahbirçənlər, mühtərəm, ruhani kardeşlerim. Hər birimizi müqəddəs və mübarək Qədirxum bayramı münasibəti ilə ürəkdən və səmimi qəlbdən təbrik edirəm. Bildiğimiz kimi bugün iki tane əlamətdar bir hadisəni ehtiva eden bir gündür. Birincisi, bütün Əhl-i Beyt aşıqları üçün Qədirxum bayramı günüdür. Qədirxum günü o gündür ki, Peyğəmbərimiz Allah tərəfindən olunan əmri yerinə getirdi və İmam Əli əleyhissalamın özündən sonraki haqq canişini olduğunu insanlara çatdırdı və onun imamətindən və vilayətindən itaət eləməyin vacibliyini insanların nəzərinə çatdırdı. Odur ki, bugün Əli aşıqları üçün çox əzəmətli və müqəddəs bir bayram günüdür. İkinci əlamətlər gün də birinci dərəcədə şuavi əhli üçün bu əlamətdar bir gündür. İkinci də hər birimiz üçün. O da beləncə bir müqəddəs məkanın açılışıdır. Allah evinin, məscidin uzun illər idi ki, bu ildə Allah evi, məscid yox idi. Birçok insanların, kardeşlerin, müminlerin ve müminelerin teşebbüsüyle bu Allah evi inşa edildi. Bu Allah'ın bu ele olan belki de en büyük hediyesi oldu. Çünkü məscidlərin haqqında biz Qur'an ayələrinə baxanda, hədislərə baxanda görürük ki, hər birimizin evindən ən dəyərli, ən müqəddəs məkan məhz elə məsciddir. İmam Əli əleyhissalam buyurur ki, məscid Allah'ı hatırlamak için, yad etmek için en güzel yerdir. Müminlerin toplaşması için en güzel mekandır. Bir yer ki orada Allah'ı yad etmək olar, yada salmaq olar. O yerin misyası müminləri özündə cəmləyib Allah'ı hatırlatmaq ola. Təbii ki, ora öz mənəvi dəyərləriyle həmin məntəqə üçün ən dəyərli bir yer sayılır, ev sayılır. Hədisdə var, buyurulur ki, necə ki gecənin qaranlığında göydəki ulduzlar yer əhli üçün
işıq kimi saçar, yerdəki məscidlər də göydəki mələklər üçün yerdən həmin işıq şəklində, nur şəklində saçar. Bu yerdə hər nə varsa qaranlıqdır. Mələklərin görə biləcəyi bir işıq, nur yoxdur bu qaranlıq aləmdə. Nə insanların varını görərlər, nə pulunu görərlər, nə ad sanını görərlər, nə şəxsiyyətini görərlər, nə vəzifəsini, məqamını görərlər, nə bir padişah görərlər, nə bir prezident görərlər, heç nəyi görməzlər. Yer üzündə bir tək nur şəklində, işıq səsi şəklində saçan bir şey görərlər, o da məscidlər var. Necə ki, gecənin qaranlığında göydəki ulduzlar göydən yer əhlinə işıq şəklində saçar və insanlar bir tək onları görərlər, ayı ulduzu. Yer aləmindən də göydəki mələklərə görünən bir tək bir şey Allah evləri və məscidlər var. Belənci müqəddəs bir məkanın açılışına toplaşmışıq. Təbii ki, belənci müqəddəs məkanların inşası da, tikilməyi də və bu tikilməkdə təşəbbüs, bu da hər adama nəsib qismət olmaz. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki, Əuzu billahi minəşşeytanirracim, İnnəmə yə'muru məsəcidallahi mən əmənə billahi vəl-yevmil əxir. Kim məscid tikər? Bütün varlığı ilə Allaha inanan bəndələr. Bütün imanı ilə ahirət gününə, qiyamət gününə iman gətirən möminlər yalnız və yalnız, Allah yalnız kəlməsi işlədir. İnnəmə yalnız Allah evini Allah'a və ahirətə könüllərində xalis iman daşıyıcıları Allah evinin inşasında təşəbbüs göstərərlər. Odur ki, xoş o insanların halına ki, bu məscidin tikilişində onların təşəbbüsü oldu, zəhməti keçdi, əməyi oldu. İstər görünə, yaxud da görünməyə, bu önəmli deyil. Önəmli budur ki, onların qəlbində o təpər oldu və az da olsa onlar da buranın inşasında iştirak edə bilirlər. Kimisi çox zəhmət çəkdi, kimisi də az. Və bu məscidin torpağını, məkanını sağlığında hədiyyə edən anamızı mən xüsusi yad etmək, xatırlamaq istəyirəm. Allah bu müqəddəs gündə, bu əziz gündə, mübarək vilayət bayramında o anamıza da qəni-qəni rəhmət eləsin ki, ona belə bir gözəl addım atmaq, müqəddəs addım atmaq nəsib oldu və öz xoşluğu ilə bu məkanı Allah evinə hədiyyə elədi. Mən bir daha öz növbəmdə həm bu məscidin inşasında əməyi keçən, zəhməti keçən bütün qardaşlarıma səmimi qəlbdən təşəkkür edirəm və
Uca Allah'tan arzu edirəm ki, Allah Təbarək və Teala neçə belə gözəl məscidlərin inşasında, tikilişində təşəbbüs göstərməyi onlara nəsib qismət eyləsin və onların əməl dəftərində yazılan xalis ibadətlərdən qərar versin inşallah Teala. Və bir daha hər birimizin gözü aydın olsun, hər birimizi mən təbrik edirəm. Şulavir əhlini, möminləri, müsəlmanları və bir daha bu müqəddəs bayram münasibəti ilə ürəkdən hər birimizi yenə təbrik edirəm. 2 dənə təbrikimiz var bugün. Birinci təbrik, vilayət və imamət bayramını yaşayırıq. Bunun təbrikidir. İkinci təbrik də bu müqəddəs məkanın, məscidinin açılış təbrikidir. Həmişə ruhlarımız bol olsun, həmişə Cənab-ı Haqqın nəzəri üzərimizdə olsun, həmişə İmam Əlinin vilayətində sabit qədəm olasınız inşallah Təbarək və Teala. Allah bu dünyada o ağanın imamət vilayətindən və ziyarətindən, ahirətdə də şəfaətindən bizləri ayrı salmasın inşallah Teala. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.